Macaristan paytaxtı Budapeştdən hər kəsə salam dostlar. Axırki bir müddətlik qısa fasilədən sonra yeni video ilə qarşınızdayam. Bugün 15 Mart Macaristanda bayram olduğu üçün bir çox yerlər fəaliyyət göstərmir. Göstərənlər də varsa gec açılır. Sözün açığı hava da tam istədiyim kimi deyil. Amma çalışacağım ən ideal formada əsas turistik yerləri sizə göstərim və qısa məlumatlar verim. Hal-hazırda isə arxamda gördüyünüz yaşıl körpü Liberty Bridge Azadlıq körpüsüdür. İndi gəlin gedək körpü ilə çayın o birisi tərəfinə keçməyə çalışaq. Azadlıq körpüsündən Budapeştə baxanda həqiqətən gözəl mənzərə var. Amma hava biraz tutqun olduğu üçün tam da istədiyim o görüntünü əldə edə bilmədim. Böyle göstermek istedim. Dunay çayı ve Budapeşt. Arka hissədə isə Budapeştin digər hissəsi formada. Burada Azadlıq körpüsünün tam yaxınlığında bir mağara var. Onu göstərmək istəyirəm sizə. Bu arxamda gördüyünüz belə kiçik bir təpədir. İndi ora gedək görək bizi nələr gözləyir. Həmin o mağaraya çıxmaq üçün bu yolu istifadə edəcəm. Bu formada tam gördüyünüz o hissəyə, təpəciyə çıxmaq lazımdır. Və bunun tam yaxınlığında da belə bir otel var. Və gəldik, çatdıq o bayaq haqqında danışdığım təpəyə. Görək indi içəridə bizi nələr gözləyir. Hava çox soyuqdur həqiqətən. Bakıda 18 dərəcə idi, burada müsbət 7 dərəcə, arada 11 dərəcə fərq var. Onu da hiss edirsən. İndi gedirəm, görək qabağımıza yeni yerlər haralar çıxır, onlara biraz da baxaq. Birləşənlərin ardı-arası kəsilmir. Gəldim, çatdım dostlar. Heykəlin arxa tərəfindəyəm. Bir dənə bu hissələn də görək necə görünür. Heykəl kifayət qədər yüksəklikdə yerləşdiyi üçün şəhərin demək olar ki, 80%-ni görmək olur da uzaqdan. Hətta parlament binası bir xeyli uzaqdadır, amma buradan görünür. İndi onu da göstərəcəm sizə. Bu parlament binasıdır. Yaxınlığına gedib ətraflı formada məlumat verəcəm, amma hal-hazırda kifayət qədər bizdən uzaqdadır. Heykəlin yanından onun görüntüsünü sizə göstərmək istədim. Şəhərin digər hissəsi bu formada görünür. Videoda bəzi yerlər olacaq təbii ki, hansı ki onların adlarını mən bilmirəm. Kifayət qədər vaxtım olmamışdı araşdırmağa. Amma çalışacağım videoları göstərərkən alt hissədə bu ərazilərin har olduğunu qeyd edeyim. Nə vaxtsa Budapeştə gəlsəz, turistik ərazi olaraq gəlib görə bilərsiniz bu hissələri. İndi isə körpüdəyəm. Dunayı yenidən o birisi tərəfə keçməyə çalışıram. Təpə və heykəl orada qaldı. Bayaq o hissəyə çıxmışdıq.
Bura isə Budapeştin mərkəzi küçələrindən biridir. Əsas shopping molların, shopping senterlərin yerləşdiyi ərazilərdən biri. İndi isə gəldim çatdım Macarıstan parlament binasına Budapeşt şəhərində. Bura Macarıstan ən çox turistik məkanlarından biridir. Dunay çayının sağ sahilində yerləşir. Tikintisi isə 1885-1904-cü illər arasında olub və Macarıstan parlament binası, bu arxamda gördüyünüz bina neogotik style formasında hazırlanıb. Hansı ki arxitekturanın qurulmasında isə Viyana City Hall-a əsasən, yəni bir növ binadan Viyana City Hall-dan ilham alınıb. Və qeyd eləmək istəyirəm ki, parlament binasının yanından tramvaylar keçir. Yəni bura gəlmək çox asandır. Sadəcə tramvay, avtobus, metro xətti rahat formada istədiyiniz vaxt gəlib gedə bilərsiniz. Parlament binasının yanından Dunay çayının o birisi tərəfindən baxdıqda, o birisi sahilə digər tarixi abidələri də görmək olur. Məsələn, burada Fisherman's Bastion'dır, müxtəlif kilsələrdir, hamısının adını bilmirəm. Sonra məsələn, burada digər möhtəşəm abidə Buda Castle'dır. Buda Castle'da orada getmək istəyirəm, görüm, gedə bilsəm gedəcəm, onu da göstərəcəm sizə. Fisherman's Bastion, burada mütləq gedilməlidir. Yəni, çox gözəl, möhtəşəm. Parlament binasının yaxınlığında isə gördüyünüz ayaqqabılar var, hansı ki Macaristanda yaşayan qətlə yetirilmiş Yahudilərin xatirəsini yad eləmək məqsədilə 2005-ci ildə Budapeştdə inşa edilib. It's not a game, it's a rich thing. Uşaqlar, sizə söz verdiyim kimi hal-hazırda Buda Castle'a doğru gedirəm. Artıq çıxmışam Buda Castle'a doğru. Bura isə belə. Bayaq o parlament binası yanındaydı, bu arxada gördüyünüz. Sizə görə bura gəlmişim. Ona görə zəhmət olmasa komment və videonu like eləməyi unutmayın. Ay dostlar, deməli bu gün muzeylər pulsuz olsa da mən içərisinə girmək istədim, amma siz indi bu növbəyə baxın. Mən də neçə saat gözləyim ki, bu növbədən içəri girə bilim. Ona görə təəssüf ki, sadəcə qıraqdan görüntüsünü çəkməklə kifayətlənməli olacağam. Bu da Castle. Ətraflı içərisini görmək istəyirsinizsə, tövsiyə edirəm ki, girin Google-dan baxın. İndi isə ora gedirik. Görürsünüz nə qədər insan var. Yəni Macaristana gəlib Budapeştdə ən çox turistlərin şəkil çəkdirdiyi ərazi buradır. Gedək görək özümüzə yer tapa bilirik o hissədə. Həqiqətən bu qədər gözləmirdim, yəni insan sayını. Arxamda gördüyünüz isə Macaristanın kralı Calvinus'un heykəlidir. Və artıq gecə oldu. Gedirəm
dostumla görüşməyə. Onunla mənim aramda təxminən 35 dəqiqəlik məsafə var. İndi onunla olduğum müddətdə də çalışacağım maraqlanlardan videolar çəkim. Hava da hal-hazırda yenə soyuqlaşıb. Bu bina tarixi binadır, gördüğünüz kimi. Aha. Avrupa'da burada insanlar yaşayır. Girirlər evlərə. Bura Avropanın paytaxtı Budapeştdir. Kamil deyir ki, kanalımıza abunə olun. Bəli. Mənim şəhər abunə. Én, hogyha én tudom azt, hogy nekem nem kell jönni, akkor nem vállalom el. Süper, möhtəşəm. Alınmadı bu dəfə. Bugün Budapeştdə ikinci günümdür. Bugün hava günəşlidir nisbətən. Yəqin ki, siz videoların əksəriyyətini dumanlı, yağışlı formada görəcəksiniz. Çünki 90% hissəsini dünən çəkmişəm. Və indi qaldığım hosteldən çıxıram. Mənim elə qaldığım hostel tam-tamına Grand Market Hall'un yanındadır. Elə yəqin ki, videoda görəcəksiniz o yaşıl körpü Liberty Bridge-də elə 5 dəqiqə ayaq məsafəsindədir. Grand Market Hall dünən bağlıydı, videoda bildirmişdim. Bugün açılıb, amma səhər saatları olduğu üçün hələ tam formada açılmayıb əksər mağazalar. Yəqin ki, gün ortaya doğru açılacaq. İndi sizə Grand Market Hall'un içərisini bəzi yerlərə göstərəcəm. Grand Market Hall'un içərisini göstərmədən öncə bir neçə məlumat vermək istəyirəm ki, burada ürəyiniz istəyən bir çox şey tapa bilərsiniz. Tərəvəz, meyvə, ərzaq məhsulları, qida ilə bağlı. Sonra müxtəlif cür ət məhsulları, suvenirlər falan tapa bilərsiniz və Macarıstanın da daxili yerli, lokal yeməklərini də yemək istəyirsinizsə, bura gələ bilərsiniz. Amma mənim Macarıstanla bağlı gördüyüm bir çox vloqlarda buranın həddindən artıq baha olduğunu deyirlər. Yəni bir növ turistik tələ kimi. Ona görə nəsə yemək istəsəz, məncə ən yaxşı qiymətləri yaxınlıqdakı restoranlarla müqayisə edin, ondan sonra qərar verin. İndi gəlin sizə onun içərisini göstərim. Paprika. Həddindən artıq paprika. Hamısının üzərində yazmayıb, məsələn burada belə bir şey 5 avro göstərir, özləri qeyd ediblər. Məsələn burada yandıranlar var, deyir 6 avrodur. Bunlar da var. 5500 huf. Burada maraqlı zərə oxşuyur, bilmirəm nədir tam olaraq. Qiyməti 2 avro göstərir. Maraqlı şeylər var, bu 7 avro göstərir. Parlament binası, bunun qiyməti neçədir? 19 avrodur. Bahadır, çox bahadır. Qiymətləri görürsünüz, 7 avro, 8 avro. Burada belə tarixi əks etdirən nədirsə bilmirəm, ondan var. Göstərir ki, 81.600 huf. Bunu belə göstərir ki, 102.000 huf. Sonra, həli, xalçaya oxşuşam bilmirəm. Bunun qiyməti 30.400. Belə.
Burada isə belə papaqlar var. Qiymətlərinə baxacağam. Göstərir ki, bu 8500. Bir dənəsini yoxlamaq qərarına gəldim. Yaraşdı ya. Dostlar, Grand Market Hall'dan bu qədər. Çünki bir çox yer bağlıdır. Yəni istəyərdim ərzaq məhsullarının da qiymətlərini göstərim. Ümid edirəm bu videonun bu hissəsini də bəyənmişsinizdir. Əlavə olaraq bir məlumat da vermək istəyirəm. Mənə çox maraqlı gəlirdi ki, Budapeşt kimi bir şəhərdə niyə skyscraperlar, göydələnlər yoxdur. Bunun da səbəbi oymuş ki, yəni şəhərin arxitekturasını pozmaq istəmirlər və şəhərin mərkəzindəki ən hündür iki bina St. Stephens Bazilikasıdır və parlament binasıdır. Hər ikisi 96 metr hündürlüyündədir. Yəni bundan əlavə olaraq da şəhərin əsas hissəsi Dunay çayının sahilində yerləşdiyi üçün və o hissələr də eroziyaya məruz qalıb çaya görə. Yəni, orada hündür binaların tikilməsi məqsədə uyğun deyil, çətinlik yaradır. Həmçinin yəni arxitektura ilə şəhərin dizaynında pozmamaq məqsədi ilə belə bir tədbir görüblər. Burada belə bir kitabxana gördüm. Bugün bağlıdır, təəssüflər olsun. Bazar günü deyə. İçərisi heyf girə bilməm, amma çox gözəl görünür. Kaş Bakıda da belə kitabxanalar olsa. Bu isə bizim metromuzdur. Axır ki, gəldi, çıxdı. Və bu da artıq avtobusun. Və bu videonun da sonuna gəldik. Birazdan avtobusum yola düşəcək. Ümid edirəm videonu bəyənmişsiniz. Zəhmət olmasa rəy bildirməyi və videonu like eləməyi unutmayın. Yeni videolarda görüşənədək sağ olun.